Deməli dostlarım, tanışlarım bu son olan məsələlərdən sonra mənə yığıb, zəng vurub soruşurlar ki, Aygül, sənin bu reklamla problemin nədir? Səninki dodağında dolğu yoxdur, səninki dırnaqların qaynaq deyil, silikonun yox, gözləri datdırmamısan, burun zavaskoy Allah verən paydır, ağzında vinir yoxdur, özdə vinil yox, vinir. Sənin problemin nədir bu reklamla? Niyə özünü atmısan ortalığa, boş-boşuna qarğı şiyəsi olursan? Get reklamlarını çək, linklərini paylaş, həyatını yaşa da. Məndən soruşurlar ki, bəs niyə 10-15 ildir bloger olub, yüz minlərlə izləyici yığıb, hər həftə bir prosedur edib, hər həftə bir əməliyyata girib və bunların hamısını özündə paylaşıb, gənc Azərbaycan qızlarını kompleksə salıb, onları bədbaxt edən həmin influencerlər fikir bildirmirlər. Nəinki fikir bildirmirlər, həmin videoya like da qoyurlar, komment də yazırlar. Bəs sənə nə olub? Və əslində belə baxanda hardasa burada həqiqət var. Nəzərə alsaq ki, bir il əvvəl mən bunların geyimini tənqid etdiyim üçün, geyimini də deməyim də seçdikləri konseptin səhv olduğunu demişdim və bunu dediyimə görə şantaj olunmuşdum, təhqir olunmuşdum. Hətta bir neçəsi mənə unfollow da etmişdi, çünki mən qadın düşmanıyam. Məni qadın düşməni çıxardan həmin blogerlər, niyə unfollow eləmirsiniz Talih Yüzbəyevu?